Türkmenin toprağında öz müqəddəratını təyin etmə proqramı apardı ki, Türkiyə təhdid etdi. Dedi, belə şey alvurasız, seçimə gedərsiniz, mən müdaxilə edəcəyim. Və bunlar məcbur qaldılar oyuna içərisində. Bu içərisində ki, məsələn, qabağa alınsın və bu zamanın içində yeni faktlar ortaya gəldi. Birincisi, Trump'ın çıxması, Trump'ın seçilməsi ilə Trump üçün qüvvələrin Suriyadan çəkməyə çox tanınmış idi. Və bu ki, Orta Doğru o qədər əlaqəsi yoxdur. Çox maraqlıdır ki, İsrail güclənsin və Ukrayna savaşı qurtulsun və fokus eləsin sizin əleyhinə. Trump'ın faktoru, ikinci faktor da bu ki, demək Türkiyənin içində Baxçəli cənablarının açıq bir mövzə tutdu ki, Kürt məsələsini sülh yolu ilə həll etməliyik və Öcalan bildiri verməlidir ki, birbaşa PKK dağılmalıdır və silahları yerə qoymalıdır. Və əlbəttə, bunlar bir sıra danışıqların nəticəsi idi ki, Baxçəli cənablar bu məsələni vermişdi. Və onun dediğindən sonra da həmən biz görürük ki, PYD qəbul etdi Suriyedə. PKK dedi ki, silahları hələlik yerə qoymuruq, amma atəşbəs veririk. Və eyni halda qurultaya da getməyin də əgər demək Öcalan çıxsa zindandan onu da qəbul edirik. Yəni ılımlı bir ab-hava əsdi Əraqda, Türkiyədə və Suriyədə. Dem Partisi də ki, Kürtlərlə bağlı özün getdi ki, həm PYD ilə görüşdü, həm Cəlal Talibani ilə, Barzani ilə, eyni halda 3 dəfə də getdi Öcalanla görüşdü və bunların hamısında buna yetişdi ki, daha indi Türkiyə o qədər güclənibdir ki, silahlı qüvvələri bunun mekanize halda otomatik eləyə bilir ki, neynəsin? İstanbul'da oturubdu, pəhbadları ilə, İHA'ları ilə, göydə dağın hər dibində kimi dəbəşi onu vurur dağıdır. Və o qədər irəli gedib ki, dünyanın birinci mərhələsinə yetişibdir İHA'larda, pəhbadlarda. Və bu qorxunc bir şeydir terror qüvvələrinə ki, terror qüvvələri gedib dağılsın. Burada dağıltmaq gərəkir. Yəni bu siyasi baxımdan həm Trump'ın gəlməsi, həm Türkiyənin güclənməsi və terror zəifləşməsi bunları buna yetirdi ki, bir addım biz dala oturmalıyıq. Və o şeylər ki, istirdik ki, özlərinin torpaqlarında federal olaq, muxtar olaq da onun xeyrindən geçməliyik. Fəqət insan haqları ilə bağlı öz millətimiz qanuni səviyyədə qəbul olunsun və Suriyədə tanınsın, belə bir səmtə getməliyik. PYD qəbul eləmişdi, amma ki, demək ki, orada Suriye'nin içində PYD YPG'ye bağlıydı, qəbul edirdi. Amma YPG ki, birbaşa deydi ki, mən PKK ilə heç ilişkim yoxdur. YPG deydi ki, ya SDG deydi ki, mən yox, məncə özüm təslim tutam. Və öz təslimlərində də otdular Amerika, Fransa'nın nüfuzu ilə, fışarı ilə. Buna dedilər ki, bölgədə dəyişiklik olubdur. Siz çox ayaqüstə qala bilməyəcəksiniz. Amerika birazdan yardım edə bilməyəcək. Məhv olacaqsınız. Yaxşısı budur ki, bir sıra payinlər alasınız və özünüzü saxlayasınız. Ona görə mən düşünürəm ki, bunlar xəl islah olublar. O biraz hələ tezdir söz demək. Amma bu ki, o örgüt nə cür olacaqdır? Öz bölgəsində nə şəkildə qalacaq üçün 8 maddə bildiri ki, yaydılar. O 8 maddə bildirdə belə deyilibdir ki, Erteşi, Suriye'nin bir bölümü olacaqdır. Bu bölümü olmaqlıq ümumi və küllü bir şeydir. Bu bölümü olmaq budur ki, pozitiv haləti budur ki, dağlı Erteşin içinə çünki orada demək YPG'nin hamısı 20-30 min silahlı qüvvəsi var, amma silah əllərində çoxdur. Yəni bəlkə Suriye'nin dövlətinin əlində o qədər silah yox ki, burada silah var ki, Amerika nə kimi 50-60 milyar dolar bunlara silah yolludur. İldə elə milyard yolludur, 2 milyard silah yolludur bunlara. Biden gedə bunlara nə qədər yolladı. Paygahlar yaradırdılar. İndi bu silahlar necə olacaqdır? Bunlar bölgələrində Türkiyə ilə bağlı necə olacaqdır? Aya Erteşi Suriye içində idğam olmaq bu deməkdir ki, bunlar daha Kürt paltarında yox, bəlkə Erteşi Suriye'nin rəsmi paltarlarında dağınaq Suriye'nin hər yerində olacaqlar. Bu olsa məncə çox pozitivdir. Amma ki, bu dəqiq nə mənədir deyə bu günlərim biz görürük ki, Hakan Fidan cənabları yüksək bir heyətlə, yəni birbaşa elə
əmniyyəti qüvvələrlə, bir bakanla, neçəylə Suda getdilər Suriyedə. Elə bu məsələnin uygulamasına ki, bu necə uygulanacaq? Yazıda gözəl görsənir. Yazıda budur ki, hamı birlikdə olacaq. Hər kəs etnikinə baxmayaraq Suriyenin bir bölümüdür. Bir dənə bənd, ikinci bəndə fəqət yazılıbdır ki, orada Kürdlər demək ki, rəsmi bir millət kimi tanınacaqlar. Çünki indiyə kimi Kürdləri Suriyədə rəsmi tanınmırdılar. Kəsən Suriyədə Kürd var, başqası sən qəbul eləmirdi ki, Kürd var. Şinaslama vermirdi bilər, pasportları yox idi hiçbirinin. Eyni Bəluşluca, Bəluşların çoxlarının pasportu yoxdur, yüz minlər uşağın pasportu yoxdur, İran tanımır. Eyni ondan çox geniş səviyyədə. Çünki yenə də Bəluşların demək ki 90%-in pasportu var, 10%-in yox idi. Amma burada Suriyədə Kürdlərin pasportu yox idi Bəşər Əsəd vaxtında, Hafiz Əsəd vaxtında da. Amma bu dəfə qəbul olunubdur ki, anayasada etniklərin adı gələr, etniklərin haqqı gələr və Kürd milləti o etniklərdən biri olaraq demək ki, rəsmi olunur. Amma bu rəsmi olunmaq nə deməkdir? Aya bu muxtariyyət demək olar biləsinə, ya yox Türkiyə modelli ki, Türkiyədə də qəbul olunur ki, Kürd var və kommunlarda, bələdiyyələrdə Kürdlər həm televizyonlarda eğitim alırlar, televizyonları vardı, həm demək ki, bələdiyyələrdə müəyyən şey var, həm partiyalar var, Kürd partiyaları vardı, həm seçimlərdə elə Kürd demək ki, adayı olaraq, prezidentliyə aday olaraq qatılırlar seçimlərə. Aya bu modelli gedəcək, Türkiyə modelli gedəcəkdir, ya yox, Ərağın yumuşaq bir formatında Suriyədə bu gedəcəkdir. Bu hansı uygulamadır? Cənab Erdoğan da bunu boğmaq qoyub. Deyib ki, maddələr çox gözəl, hamısı gərək icra oluna. Yəni bu ki, orada bir dənə maddə yazılıbdır ki, neft quyularını, nə bilim, gömrük, nə bilim, tamam maddi şeylər, tamam mali məsələlər, silahlar hamısı dövlətə verilir. Bu gərək hamısı olar. Halbuki bu yazılandan sonra həmən YPG-nin məsullarından birisi dedi ki, yox, biz fəqət neft quyularını verəcəyik. Başqa silahları, nə bilim, bölgələr verməyəcəyik. Yəni indi bu yazışı ilə uygulamada düzdür. Ona görə cənab Erdoğan dedi ki, yox, burada o önəmli bir addım idi, atılıb, amma bunun uygulamasıdır ki, əsas göstərəcəkdir ki, doğrudan bu nəyə tərəf gedir? Çünki bir tərəfdən də İsrail vardır ki, İsrail açıq çalışır ki, Suriyenin içində o cür güclü bir dövlət olmasın, özünə, öz milli mənfəətinə bunu qarşı görür, istər zəif bir Suriye olsun, silahı olmasın və əksinə içində parçalanma olsun. Ona görə Məsihiləri Diruzavvada gəlibdir ki, orada neçə yüz min nəfər vardı, onlarda bir muxtariyyət yaradıbdır və deyibdir ki, mən bulanın yanındayım, bulan ki, muxtar bir bölgəsi olan. Əgər onların muxtar bir bölgəsi olsa, türkmenlərin də gərək olar, Kürdlərinki də gərək olar və filan. Yəni bu demək statusu nə olacaqdır bu ölkənin? Hələ tam açıq bəlli deyil. Bir tərəfdən İsrailin istəkləri vardı. Bir tərəfdən Amerika Fransa'dır ki, bu maddələrin, 8 maddənin arxasındaydı. Məsələlər qoydular qabağa. Bir tərəfdən Türkiyə çox güclüdür. Həm bölgədə, həm Suriyenin içində. Mən düşünürəm ki, biraz gec zamana baxaq. Çox nələr gedir. Amma o şey ki, bura kimi bəlli oldu, budur ki, daha bunlar 33% torpaqları da saxlaya bilməzlər. Çünki ərəblər ki, dünən kimin Kürt qüdrəti altındaydılar, daha indi Ərəb dövlətinin altında olacaqlar. Onların çoxunun imkanı olacaqdır ki, Suriyədə demək ki, Suriyə hakimiyyəti ilə bağlı çalışsınlar, ta gəlirlər Kürt hakimiyyətinə bağlı çalışırlar. Və bu əsasda Kürdlərin nüfuzu azdır, milyon yarım, 2 milyondur. Bunlar çoxlu eləyə bilməyəcəklər Suriyənin bütünlüyündə otur demək ki, möhürlərini vursunlar. Və buradadır ki, mən düşünürəm ki, böyük bir pozitiv bir şey getdi qabağa. Kürdlər o iddialarından vazgeçdilər və iddialarından vazgeçəndə İndi o zindanda nə qədər zindanlarda ki, bunlar nə qədər pul alırlar ki, zindanlarda biz burada DAEŞ'in zindanlarını saxlayıb, buradan yardım alırlar Amerikadan, oradan, buradan. İndi bunlar birbaşa Suriye dövləti zindanları ələ keçirdəcəkdir və bu ato da Kürdlərin əlindən çıxır və Kürdlər bölgəsəl öz şəhərlərində bəlkə bu olacaq ki, intizamı baxımından
öz bölgələrini qoruyacaqlar və bu da məncə çox pozitiv bir şeydir ki, öz bölgələrini intizam baxımından qorusunlar. Amma bu ki, silahlı qüvvələrlə Türkiyəni təhdid etsinlər, qonşularını təhdid etsinlər. Əgər kütlə bu ağaclıqdan qurtularlar, o bunun əlində ağac olmadan çəkilərlər, məncə çox ılımlı bir ab-hava ilə qarşı-qarşıya olacaq Suriyanın içində və bu etkisin İranda olan kütləyə də vuracaqdır. Yəni İranda PJK da etkiləyəcəkdir, digər küt qruplarını da etkiləyəcəkdir. O etki bizim ilişkilərimizlə pozitivləşəcəkdir. Yəni İrandakı bu kütlük məsələsi çox didərgin bir haldadır və rejim bundan həmişə kullanılır. O ato da rejimin əlindən çıxacaqdır. Və siz də necə ki işarə elədiniz ki, müəyyən bir xəbərlər də vardı ki, rejim çalışırdı PKK-nı silahlandıra və bu məsələdən uzaqda saxlaya ki, PKK silahları yerə qoymaya. Rejimin demək ki, əlinə bir soyuq su tökülür və beləliklə rejim böyük bir atonu, böyük bir arazı əldən verməkdədir. Yəni rejim eyni halda ki, niyabəti qüvvələrini bir dənə əldən verir, PKK-nı da ki, əlində saxlayıb Qəndildə, orada burada milyonlar dolar, bəlkə də milyardlar pul xərcləyib indiyə kimi hamısı hesə getməkdədir. Və bu özlüyündə çox bir pozitiv bir hərəkətdir ki, baxaq ki, gedişatda bunun dediyim kimi bu 8 maddənin uygulaması necə olunacaqdır? Çox sağ ol, gözəl açıqlama idi. Bir 4 dəqiqə bizim vaxtımız qalır. Yenə də bir fikriniz, nəzəriniz bir mövzu haqqında olsa buyur. Mən icazə versəz bu 4 dəqiqədə İranın bu ekonomi məsələsini işarə edeyim. Düzdür ki, siyasət xaricisindən danışdıq ki, eşikdə nələr gəlir, İranın başına o mekanizmi maaşa UN-də büyünlərim danışılır. İranda axı ekonomi vardı ki, ondan da danışacaq. Bilirsiniz, dolar gəlib olub 93 min. Əli bəy, Pezişyan iş üstəcəlində 58 min tümən idi. İndi olub 93 min tümən. İndi ya bu Pezişyanın bir üzərliğindən də özü demişkən, ya da ki yox, doğudan İranın sistemi dağılmağa gedir. İranda bu fərdi bir, mən Pezişyanı müdafiə eləmirəm. Pezişyan da bu hakimiyyət. Yox, Pezişyan deyəndə mənzur onun dövlətidir də, o dövlət. Deyirəm, o dövlət, yox, deyirəm ki, bu da bu hakimiyyətin bir dənə muzdurudur. Əmri bəridir. Amma hər kim gəlsə burada o bərbad bir vəziyyət ki, 40 ildir bunlar bu məmləkəti sapırlar, ay qardaş. Buyurun. Bəli, bu göstərir ki, durum çox pisləşir. Hətta demək, Ay Rəfsəncani vaxtında bir dənə çox maraqlıdır. Bir dəfə Bankı Mərkəzi məsullarından var idi, gedir Xameneyinin yanına. Xameneyə deyir ki, ay Xameneyi, əgər biz Amerika ilə barışmasaq, rifah baxımından biz dağılacaq. Cəmaatda da rifahda bir söz qalmayacaq. Bilirsiniz Xameneyi nə deyib biləsinə? Özü o da bu təzə açıqlamalardan daha bu 3-dən açıqlamalar eşitmişəm mən bu həftədə. Məni çox etkiləndirdi. Çox edicidir həqiqətən. Ha, bu da bununki də çox cəlibdir. Bu da deyir ki, Xameneyi mənə dedi ki, rifah dinə qarşıdır. Həqiqətən rifah olsa da din zəifləşər. Bəli. Deyim mən belə qaldım. Gördüm ki, həm də bəs əgər rifah, cəmaat rifah içində olsa, din ortada gedər, bəs ki, cəmaat kasıb saxlayaq. Bədbəxt saxlayaq ki, cəmaat Allaha yapışar, dinə yapışar ki, din saxlanır. Baxın, bu çox ciddi məsələdir. Xameneyinin bu deməyi, bu düşüncəsi stratejik bir şeydir ki, biz bu 46 ilin içində Xümeyni Xameneyi tərəfindən millətlərin içində və özəlliklə millətimizin bu günə gəlməsində yaşamışıq. Yəni bu kiçik məsələdə əgər dolar 10 il bundan qabaq 3200 tümən idi. İndi isə 10 il sonra dolar 30 qət demək bahalaşıbdır. Dolar, real 30 qət düşüb aşağıya və beləliklə gəlib olub 93 min tümən. Və həm on adam deyir ki, həm on Bankı Mərkəzi ilə danışığında İranda bu danışıbdır televizyonlarında. Cəlib müsahibələr gedirdi İran televizyonlarında elə belə açıqlamalarla. O deyib ki, mən fikirləşirəm ki, o düşüncə ki vardı ki, bu 1-2 ilin içində İranın dolar olacaq milyon tümən, milyon tüməndən danışır Əli bəy. Deyib, mən fikrim o cür deyil, 200 min tümən olacaqdı.
Yaxşı 93 min ton, 200 min ton. Yəni bu cəmaət Yuxarıdan danışır ki, aşağıya dözəsiz də. 200 min tümən olanda yəni bu cəmaət daha o nə qədər azalır. İranın öz məclisi demək ki, araşdırma mərkəzinin bir dənə komisyonu var ki, araşdırma aparır. O deyib ki, 10 il içində realın bu qədər aşağı gəlməsi ilə bağlı və doların bu qədər qalxması ilə bağlı 11 milyon nəfər insan daha kasıblaşıb və aclıq bölümünə qatılıbdır İranda, kasıblaşıb. İndi siz fikirləşin ki, bu bir il içində nələr olacaq deyə bu hakimiyyət üstə qalsa. Yox, inşallah ki, 2-3 ay bizə tutmaqdır. Ona görə mən düşünürəm ki, bu hakimiyyətin çox-çox çətin günlər qabağında var. Yayda çox ciddi məsələlər ola bilər. Su da tapılmayacaqdır. Belə ki, özləri deyirlər ki, indidən səthlərin çoxu 15%-dir, 20%-dir. Havalar bir qırsızlaşsa su tapılmayacaq, Tehranın özündə su tapılmayacaq. Və bu, indiki elektriklə problemlər var, qazla problemlər var, su da gələcəkdir. Dava-dərman tapılmır, bahalıq bir tərəfdən. Demək ki, təvəqqüün bu qədər qabağa getməsi bu cəmaatda ehtimali hərəkət etmək və rejimə qarşı xeyvanla düşürmək çox-çoxdur. Burada da yenə söz düşür milli fəallarımıza, bizi eşidən siyasi qüvvələrə ki, daha artıq güclü hərəkətdə olmalıyıq və özümüzü toparlamalıyıq, ilişkilərimizi gücləndirməliyik və artıq sinə dayaq bir-birimizin dayanmalıyıq və dedikodulardan uzaq vahid bir söz tutmalıyıq. O da azadlıq, ədalət, milli hökumət. Bu qədər bundan artıq olmaz. Buyurun. Bağışlayın, mənim cadımın batrisi qutarırdı. Ona görə məcbur oldum cadım taxam, o şarjın taxam. Hər halda 1 saat 17 dəqiqə danışdıq. Bizim proqramımız burada başa çatır. Mahmud bəy, sizdən də təşəkkür edirəm ki, həmişəki kimi gəldiniz. Çox gözəl açıqlama və gözəl sözlərdən, söhbətlərdən söz açdınız. Hər halda bizim milli hərəkətin burada taleyi müşəxəs olur dostlar. Mənim əsəblənməyim, mənim biraz qızmağım o deyildi ki, biz bu hərəkətimizi alçaqlayaq, bu təşkilatlarımızı alçaqlayaq. Həmişə mən hərəkətlərimizi müdafiə eləmişəm, hərəkətimizə umud bağladığımız üçün umudumuzun deyirlər ki, o ürək o uman yerdən küsər. Biz ona görə bu sözləri dilə düşəcəkdir. Onların hərəkətlərin, onların təşkilatlarımızın fəaliyyətini, ondan sonra bunları danmaq. O təxribatçılar heç. Təxribatçıların öz yerləri vardır ki, onların heç bu hərəkətdə yerləri də yoxdur. Onları biz qatmırıq bu mövzuya. Bəlkə onlar ki, ürəkləri yanır. Bu ürəkləri döyünür Azərbaycan naminə. Onlardandır ki, bizim istəyimiz ki, bu məsələlərə, bu hakimiyyətin dağılmağının ki, şahidiyik, onun üçün hazır olaq. Azərbaycan sağ olsun, gələcək bizimdir. Bütün Azərbaycanımızın yaranmaq umuduyla millətimizi Allaha tapşırıram. Allah orucunuzu, itaətinizi, ibadətinizi qəbul eləsin və sonda sizi hamımızı Allaha tapşırıram. Gələn görüşlərə qədər Allah amanında.